İran yoxsa İsrail? İran qaqa, İran biraz hörmətsizlik elədi bizə qarşı. Yəni Yəni indi belə mən İranı dəstəkləyirdim. dəstəkləyirdin. Hə, dəstəkləyirdim. İndi hamımız müsəlmanıq, qardaşım, başladı. Иран. Больше всего за Иран. Почему İran? Потому что мы все мусульмане. Müslümanı. Hamıya salam aleyküm dostlar. Sizinlə Fuad Naxçıvanski yenə qarşınızdayım. Deməli dostlar, bu günləri çıxmışıq bulvara. Ekskluziv bir dənə sorğu-sual keçirdəcəyik insanlarla. Yəni acayip bir sorğu-sual. Nə etmişsən Allah? Baxsın Allah çək ala başla. Gülmədən xeyr. Nəysə. Deməli dostlar, bu günlər baxsın Allah çək ala başla. Gülmədən xeyr. Nəysə. Deməli dostlar, bu günlər mövzumuzun sorğu-sualı mövzusu odur ki, İsrail müharibəsi yoxsa İran? Yəni İranı dəstəkləyirsiniz yoxsa İsraili dəstəkləyirsiniz? Məncə maraqlı bir sorğu-sual olacaq dostlar. Video keçməzdən qabaq videonu bəyənməyi, like eləməyi, kanala abunə olmağı unutmursunuz. Daha da nə videolar çəkməyimi istəyirsinizsə, yəni burada ayaqda qardaşım, qaçmırıq eləmirik. Kommentariya da yaza bilərsiniz. İnşallah ki, qəşəng bir videolar, gözəl bir videolar. Buyurun bibi. Yox, buyurun, buyurun. Sağ olun. Dostlar, beləncə, inşallah ki, maraqlı bir videolar. İndi biblər də qabağımıza çıxsa, biblərdən də sorğu-sual keçirdərik. Belə dostlar, getdik videoya. Növbəti iştirakçımız dostlar Ləman xanımdır. Ləman xanım, belə bir sorğu-sual keçirdirik. İranı dəstəkləyirsiniz? İran vayna, İsrail vayna. По-русски знаешь? Да, знаю. Ага. İran vayna, İsrail vayna. Иран. Больше всего за Иран. Почему İran? Потому что мы все мусульмане. Müslümanı. Это наша страна, да почти что. Это почти что наша страна. Из-за этого. Конечно, просто по-русски знаешь. Да, на русском знаю. Spasibo başı. Не за что. Dostlar, növbəti videomuzda, yəni qardaşlara salam aleyküm. Salam Murat, salam. Aleyküm salam. Deməli dostlar, ilk sualımızı Okuş qardaşa veririk. Qardaş, İran yoxsa İsrail? İran qaqa, İran biraz hörmətsizlik elədi bizə qarşı. Yəni İranı həqiqətən bizimkilər çoxdur İranda. Belə deyim də Azərbaycan elə demək olar ki, yarı faiz İrandadır. Amma gəl ki, böyük bir hörmətsizlik elədi bizə o bombanı atmaqla Naxçıvana. Yəni Yəni indi belə mən İranı dəstəkləyirdim. dəstəkləyirdin. Dəstəkləyirdim. İndi vurandan sonra gözümdən düşdü. İndi bizim millət necə mən də elə də. Təşəkkür edirəm əzizim. Heç nə qədər öpürəm. Sənin adın nə gözəl qardaş? Kənan qardaş. Sən İran dəstəkləyisən yoxsa İsrail dəstəkləyisən? İran deyəndə mən Təbrizi dəstəkləyirəm. İran elə bir Təbrizidir. İndi hamımız müsəlmanıq, qardaşım, başladı. İndi bu haqqı hesablar oldu bir-ikiden. Ondan sonra indi İran başqadır, Təbriz başqadır. Təbriz Azərbaycandır, İran başqadır, bilirlər. Amma Təbriz qaqa İran. Təbrizə bütün burada Təbriz insanlarına salamlayıram. Sağ olun. Çox sağ ol mənim qardaşım. Təşəkkür edirəm. Sağ ol qaqa. Ağzı varam da.